Allah-u Teala buyurur ki: "Ya eyyühellezine amenu zkurullaha zikran kesira." Ey iman getirenler, Allah'ı çoxlu zikredin. Ve sebbihuhu bukratan ve asila. Seher akşam onu tesbih edin. İnsanın əməlinin qarşılığı onun etdiyi əmələ görədir. Əgər yaxşı əməl edərsə, Allah-u Teala onun qarşılığını qat-qat daha yaxşı olaraq verir. Əgər pis əməl edərsə, Allah-u Teala onun qarşılığını etdiyi əmələ görə verir. Və kim Allah'ı zikr edərsə, Allah onu zikr edər, xatırlayar. Onun xatırladığı məclisdən, cemaatdan daha xeyirli bir toplum içərisində, mələklər yanında Allah onu xatırlayar. Əgər zikrin fəzilətləri içərisində yalnız bu fəzilətdən başqa fəzilət olmasaydı ki, sən zikr etdiyin zaman Allah'ın səni zikr etməsi fəzilətindən başqa bir fəzilət olmasaydı, vallahi zikrin fəziləti üçün və insanın dilinin daima Allah'ın zikri ilə islaq qalması üçün bu fəzilət kifayət eləyərdi. Hələ bundan başqa Allah-u Teala insana nə qədər fəzilətlər vermişdir.